72 saniyəlik sükutun içindəki qışqırıq. 1977-ci ilin 15 avqust gecəsi ABŞ-ın Ohio ştatında yerləşən radio teleskop səmanı səssizcə dinləyirdi. Kainatın dərinliyindən gələn zəif radio dalğaları kompüter lentinə yazılırdı. Hər şey adi idi. Ta ki bir astronom çap olunmuş məlumat kağızının üzərində qırmızı qələmlə bir söz yazana qədər. Vov. Bu sadə söz tarixə düşəcək bir hadisə oldu. Siqnal harada və necə aşkar edildi? Siqnal Ohio Dövlət Universitetinin Big Air radio teleskopu ilə qeydə alındı. Bu teleskop SETI proqramı çərçivəsində, yəni kosmosda ağıllı həyat əlamətlərini axtarmaq məqsədi ilə fəaliyyət göstərirdi. 1977-ci il avqustun 15-də gecə saatlarında teleskop 72 saniyə davam edən qeyri-adi güclü radio siqnalı qəbul etdi. Bu siqnalın xüsusiyyətləri 72 saniyədən ibarət, tezliyi 14-20 MHz, gücü isə normal kosmik fon siqnallarından təxminən 30 dəfə daha güclü idi. Bu tezlik təsadüfi deyil. 1420 MHz hidrogen atomunun təbii emissiya tezliyidir. Hidrogen kainatda ən bol elementdir. SETI tədqiqatçıları düşünürdülər ki, əgər hansısa sivilizasiya siqnal göndərərsə, bu tezlikdən istifadə edə bilər. Çünki bu kozmik ümumi dil kimi qeyd olunur. Siqnalın kodu 6YQUJ5 idi. Siqnalın gücü kompüter lentində bu kod kimi qeyd olunmuşdu. Bu radio intensivliyini göstərən alfanumeratik kod idi. 6 zəif yüksəlişi, EQUJ pik intensivliyi, 5 rəqəmi isə siqnalın zəifləməsini simvoliz edirdi. Bu sanki uzaq bir nöqtədən gələn və sonra yox olan məqsədli bir ötürmə təsiri başlayırdı. Astronom Jerry Ehman bu nəticəni gördükcə cəb kağızının kənarına VOV yazdı. Siqnalın adı buradan gəldi. Siqnal haradan gəlirdi? Məlumatlara görə siqnalı oxatan Sagittarius bürcü istiqamətindən gəlirdi. Bu istiqamət Samanyolu qalaktikasının mərkəzinə yaxındır. Daha sonra ehtimal olunan mənbələr arasında iki günəşə bənzər ulduz göstərildi. Birincisi 2 Maz 1928-1982, ikincisi 2 Maz 1928-2258 idi. Bu ulduzlar təxminən 1800 işıq ili uzalı yerləşir. Amma vacib məqam budur ki, dəqiq mənbə müəyyən edilə bilmədi. Niyə bu siqnal xüsusi sayılır? VOV siqnalını xüsusi edən 4 əsas səbəb var. Birinci səbəb dar tezlik zolağında, yəni təbii kozmik mənbələr adətən geniş tezlik spektrində yayım edir. İkincisi yüksək intensivliyi, üçüncüsü hidrogen xətti üzərində yerləşməsi və sonuncusu bir daha təkrarlanmaması idi. Bu xüsusiyyətlər onu süni mənbə ehtimalına yaxınlaşdırırdı, lakin elmdə maraqlı olmaq sübut demək deyil. Təbii izah mümkündürmü? İllər ərzində bir çox hipotez irəli sürüldü. Bunlardan biri komet hipotezi idi. Astronom Antonio Paris siqnalın həmin vaxt yaxınlıqdan keçən kometlərdən, xüsusilə 266P Christensen və P2008Y2, yəni Gibbs kometindən gəlməsi idi. Lakin bu iddia digər radio astronomlar tərəfindən geniş qəbul edilmədi. Çünki kometlərdən gələn radio emissiyalar VOV siqnalının dar tezliyi xüsusiyyətini tam izah etmirdi. Bu günə qədər komet nəzəriyyəsi qəti sübut sayılmır. Süni mənbə ehtimalı. VOV siqnalı süni ola bilərmi? SETI proqramının məqsədi məhz budur. Ağıllı sivilizasiyaların radio izlərini tapmaq. Əgər bu siqnal süni idisə, o məqsədli ötürmə ola bilərdi. Yüksək güclü radio şübhası ola bilərdi. Bizə təsadüfən yönəlmiş də ola bilərdi. Lakin problem budur. Siqnal bir daha təkrarlanmadı. Elm üçün təkrarlana bilməyən hadisə sübut hesab edilə bilməz. Müasir axtarışlar. Bugün SETI proqramı daha güclü teleskoplarla davam edir. Allen teleskopu, Array, FAST. İndiyə qədər VOV siqnalına bənzər ikinci təsdiqlənmiş hadisə yoxdur. Elmi mövqe NASA və aparıcı radio astronomiya institutlarının mövqeyi açıqdır. Siqnal realdır, süni olduğu sübut olunmayıb, təbii izah tam tapılmayıb, hələ də açıq sualdır. Yəni nəticə bilmirik. Elm üçün bu cavab zəiflik deyil, dürüstlükdür. Niyə insanlar bu siqnala valeh olur? Çünki bu siqnal bir sual yaradır. Kainatda tək işmi? VOV siqnalı bəlkə də bir sivilizasiyanın izidir, bəlkə də kosmik təsadüfdür. Bəlkə də gələcəkdə izah ediləcək təbii hadisədir. Amma bir həqiqət var. 72 saniyəlik bu hadisə insanlığı düşündürdü. Nəticə
sükutun davam etməsidir. Bugün 1977-ci ildən 50 ilə yaxın vaxt keçib, texnologiyamız inkişaf edib, teleskoplarımız güclənib, kosmosu daha dərindən dinləyirik. Amma WOW siqnalı hələ də cavabsızdır. Kainat susur. Yoxsa biz hələ düzgün tezlikdə dinləmirik? Bəlkə də cavab artıq gəlib, amma biz onu tanımamışıq. Və bəlkə də bir gün başqa bir kağızın kənarında yenə bir söz yazılacaq. WOW. Siz də fikirlərinizi yorumlarda qeyd edə bilərsiniz. Növbəti videoda görüşənə qədər.